Mümkün değil. Niye ki? Aygün Bir Kazımova ne mənalı boyda olarak, sənəti var ki? bir mənalı olarak. Aygün xanımın ne boyda sənəti var ki? Mücü yani. O estradadır da, muğam bilir, ne bilir. Muğamı mən də estradada oxuyuram. Yeri gəlsə mən muğama da getmişəm. Hər şeydən anlayışım Kemalə var. Günəşli. Eşitirsiniz mi? İnsan seviləndə div olur. Bak, Yəni onu bilin. bak. Eşit beni. Bugün Kemalə Günəşlinin qurdum bu fikrindən razı deyiləm ki, Kemalə Günəşli divadır. Diva Aygün Kazımovadır. 10 yaşına çatanda olacağım da mən də. Hələ diyan da. Mən o yaşında deyiləm axı. Ondan qat-qat kiçiyəm mən. Aygün xanım da bizim hörmətli. O heç də o möhürün bunu Aygün Kazımova. Aygün Kazımovanın yerini tutan olmalıdır ya yox. Sizin neçə yaşınız var? Mən 87-ci ildən. 87, 38 yaşım var. Aygün Kazımova 38 yaşında, hətta ondan da tez, elə divadır. O vaxt müğənni az idi, əzizim. İndi div olmaq çətindir. O vaxt 2-3 dənə müğənni var idi. Biri Brilliant Dadaşov idi. Biri Aygün xanım Kazımova mən Brilliant Dadaşov idi. Biri ilə Zülfiyə duetim xanım Xanbabayev idi. 3-4 dənə. Onda Hasan idi. İndi nə bilim kimlər nə danışır? Sən Aygün Kazımovanı, mən istəmirəm. Aygün Kazımova ilə mən Trend 1-də o idi, 2-də mən idim. O ilə yarışırdım. Nə danışırsan? Bu göstəricidir. Bəs nədir ki? Xeyr. Bəs Yox, bir dəqiqə, niyə razı deyilsin ki, YouTube göstərici deyil? Xeyr. Mən niyə onda restoranlar YouTube hesabına çağırır, veriliş və trendə düşənləri çağırırsan? Mən. Əgər YouTube göstərici olmasaydı, biz populyar Mən olmazdıq. məsəl üçün, YouTube'da böyük məbləğdə pullar vurub, Xeyr, trendi pulla vurmaq olmur. trendi demirəm. Özün də Baxış qazanmaq olur, bir mənalı olaraq. Bir mənalı. Onda populyar ola bilmirsən. Əgər mən populyaramsa, значит öz kütləmdir. Baxış vurulmayıb. Elə baxışlar var ki, baxış vurulub, sən o mahnıda xəbərin yox. Yoxdur, o mən razıyam. Amma belə elə adam var xəbər olmasın. Значит naturalni baxışdır o. Yox, Bildin bax, nə demək istəyirəm? bugün Kemalə Günəşlinin özünü Aygün Kazımova kimi bir devlə müqayisə etməsi